ümumiyyətlə demək ki, məsələn, bəziləri bunu bir növ bu ifadə ki var, müasir sələflər, müasir sələfi alimlər. Yəni, bunu deyən nəyi qəsd edir? Əgər zamanı qəsd edirsə, bir işimiz yoxdur. Amma bununla o alimlərə hansısa bir təni qəsd edirsə, bu əvəzdir. Yəni, kimsə deməsin ki, və ya deyə də bilməz, bunu isbat deyə də bilməz ki, tutaq ki, İbn Həcər muhaddis olub. Şeyx Albani'dən hansısa bir üstünlüyü olub. Belə bir şey yoxdur. Hər dönəm alimin, yəni hər alimin bir özünə məxsus üstünlüyü var. Şeyx Albani elə məsələlərdə hətta hədis elmindən gedir. Üstün cəhətləri olub ki, heç ona İbn Həcər kimi hədis alimi vaqif olmuyor. Və həmçinin heç kəs deməsin ki, məsələn, İmam Nəvəvi İbn Useymindən daha fəqih olub. Belə bir anlayış yoxdur. Yəni, belə bir şey yoxdur ki, bu müasir alimdir. Mən buna biraz dırnaq arası yanaşım. Belə də təbliğat gedir. Müasir sələfi alimlər, müasir alimlər. Müasir alimlər indi zaman kəsiminə görə deyiriksə, yəni tərif, tanıtım baxımından problem yoxdur. Amma bunu tən baxımından deyirsənsə, bu tən sənin özünə qayıdır. Yəni, mütləq Şeyx Albani imam olmalıydı, imam adlana bilərdi o zaman ki, İbn Həcərin dövründə yaşamalıydı. Yəni, həmin şeydir. Yəni, elə təsəvvür elə ki, Şeyx Albani kimi bir imam İbn Həcərin zamanında yaşayıb. Yəni, gəlin İbn Həcərlə Albaninin yerini dəyişək. Misal üçün deyirəm. Həmin şeyin eynisini bugün İbn Həcər barədə deyəcəkdilər. Məsələ budur. Yəni, İbn Həcərin 4 dənə əli olmayıb ki. İbn Həcər göydən enməyib ki. Hədis alimi olub, bu da hədis alimidir. Elmləri ortadadır və Şeyx Albani'nin bugün ümmət üçün etdiyinə bax. İstər təhqiq sahəsində, yəni əlyazma əsərləri gün işığına çıxarmaq sahəsində Şeyx Albani muhaqqiqdir. Hələm hədisçiliyini qoyaq kənara. Bunu inkar edəcəksən. Şeyx Albani'nin hədis sahəsində etdiklərinə bax. Bunu inkar edəcəksən. Və kimsə deməsin ki, bugünəcən hər şey görülüb. Şeyx Albani rahmanullah gəldi. Hələm heç nə demirəm. 4 sünən sahibi. 4 sünəni götürək. Abu Davud, Tirmizi, Nəsai, İbn Məcə. Şeyx Albaniyəcən. Əgər elə hədis sahəsində hər şey tamamlanmışdırsa, kim, hansı alim gəlib 4 sünəni təhqiq edib, hədislərinə hökm verib? Var idi Şeyx Albani'dən qabaq. Var idi, yox idi. Yox idi. Yəni, Şeyx Albani gəldi, buna elədi. Və ya söhbət Şeyx Albani'dən getmir. Məsələn, tutalım, biz bilirik ki, ümumiyyətlə, hədis əhlindən gedir, müasir. Yəni, müasir o sözü deyirəm ki, bilə-bilə. Yəni, belə zənn eləməsinlər ki, İslam elmində hər şey bitib, hər şey tamamlanıb, hər şey görülüb. Artıq müasir hansısa bir alim üçün görəcək bir iş yoxdur, belə deyil. Məsələn, adi bir misal deyim, bəli, Buxarinin çox şərhləri var. Müslimin çox şərhləri var. Amma elə hədis kitabları var ki, o kitablara Buxariyə və Müslimin səhihlərinə o olunduğu qədər xidmət olunmuyub. Məsələn, Abu Davud, Tirmizi, xüsusən İbn Məcə və Nəsai. Məsələn, müasir alimlərdən, o da, müasir, sələfi alimlərdən Muhammed ibn Ədəm Əl-Əthiyubi. Səhv etməmsə, keçən il şeyx vəfat etdi, rahiməhullah. Nəsainin sünənini 40 cilddə şərh edib. 40 cilddə. Yəni, Nəsainin bu formada demək olar ki, Nəsai ona can, demək olar ki, normal bir şərhi yox idi. Var idi İmam Suyutinin haşiyəsi və s. belə, amma bir belə normal şərhi yox idi. Yaxşı, onda 21-ci əsrəcən nəyi gözləyirdi? Hə, Allah subhanətələ buna nəsib elədi. Buna yazdı. Kimə? O sənin dırnaq arası dediyin müasir sələfi alimə. 40 cilddə Sünən Nəsainin özü də elə bir şərh ki, bundan sonra təsəvvür eləmə ki, kimsə gələ bir də Sünən Nəsaini şərh etməyə cəhd eləyə. Və ya Pakistan əhlindən Muhammed Ali Canbaz İbn Məcəni 10 cilddə şərh eləyib ki, İbn Məcənin o cür şərhi yoxdur. O da müasirlərdəndir və səhv etmirəmsə də Şeyx Sağdır, hal-hazırda da. Və bu cür. Və elə Şeyx Albaninin özünü götürək,
Məsələn, Şeyx Albani rahmehullah Həmbəli fıkhında Mənarus Səbil adlı kitab var. Dəlilü Talibin şərhidir. Ümumiyyətlə, bu fıkhı kitabların təxrici deyilən bir şey var. Yəni, məsələn, böyük fıkhı kitablarda olur. Bu, məsələn, Hənəfi alimi hansısa bir Hənəfi fıkhını götürür, həmin mətni dəlilləri ilə şərh eləyir və sonra həmin məzhəbdə olan bir hədisçi gəlir, həmin kitabda olan hədisləri təxric edir. Hədislərin yerini, səhihliyi, zəifliyi, çünki onu yazan fəqih də, muhaddis deyil. Bu cür kitablar Hənəfi məzhəbində var idi, Şafi məzhəbində var idi, Maliki məzhəbində də var idi. Yeganə Həmbəli məzhəbində yox idi. Belə bir kitab ki, fıkhı bir kitab olsun dəlilləri ilə və o kitabı hansısa bir muhaddis təxric eləsin həmin hədisləri, Şeyx Albani edir bunu. Yəni, Şeyx Albaninin hətta Həmbəli fıkhına ən böyük tövhəsidir. Həmin o Mənarus Səbil kitabının təxrici. Bizim bildiyimiz o İrvaul Qalil kitabı. 11 cilddə. Həmin kitabda olan demək olar, yəni bəlkə də 95% hədisi tam, yəni təxric edib 11 cilddə. İndi sual, yaxşı, bəs bu Həmbəli alimləri, Həmbəli məzhəbində olan muhaddislər, bəs 14 deməyəydi, 12 əsrdə harada idi? Harada idilər? Aydındır nə demək istəyirəm? Bəli, bu Allah Subhanahu Taala'nın lütfüdür. Allah Subhanahu Taala bunu Şeyx Albaninin əli ilə elədi. Burada nə var ki? Bax, məsələ belədir. Ona görə Şeyx Albani rahimehullahın biz, yəni, məsələni elmə qaytarsaq, Şeyx Albaninin sağlığında çox mühaqqiqlər olub, hədisçilər də olub. Məsələ tək elm məsələsi deyil. Ümumiyyətlə, elm iki növdür. Bir var, kəsbi olan insanın özünün səyi ilə əldə etdiyi, bir də var Allah Subhanahu Taala müvəffəqiyyəti ilə olan. Hansı ki, Uca Allah qeyd edir ki, yu'til hikmətə mən yeşə, Allah istədiyini hikmət əta edir. Bu Allahın əta etməsidir. Bu insanın çalışqanlığı ilə olan bir şey deyil. Ki biz Allahın bu lütfünü bu alimlərdə görürük. Nə ilə? Müqayisə ilə. Elə təhqiq sahəsində götürsək, hədis sahəsində götürsək, Şeyx Albaninin öz yerliləri var idi. Arnautlu, Şüeyb Arnaud, Abdülqadir Arnaud. Niyə görə onların adları Şeyx Albani kimi çəkilmir? Niyə görə biz bugün oturmuşuq burada, Azərbaycanda, Bakıda Şeyx Albani'dən danışırıq? Riyadda oturan orada, Misirdə, dünyanın şərqindən qərbinəcə. Bunu sən eləməmsən. Bunu Şeyx Albani'nin öz şəxsi, yəni marağı və ya cəhdi də olmayıb buna. Bu Allahın lütfüdür. Kimsə bu lütfü qısqanırsa, onun problemidir. Kimsə bu lütfü danmağa çalışırsa, onun problemidir. Kimsə buna kölgə salmağa çalışırsa, bu onun problemidir. Bacarmayacaqlar.